vaxtınız xeyir olsun. Gəlin əruz vəznini bir yerdə öyrənək. Deməli, ədəbiyyat nəzəriyyəsindən biz keçəndə öyrəndik ki, ümumiyyətlə Azərbaycan ədəbiyyatında 3 dənə vəzn var. Heca vəzni, əruz vəzni və sərbəst şeir. Heca vəzninin videosunu çəkmişəm, indi əruz vəzni. Əruz ərəb şeir vəznidir. Əruz şeir haqqında elmdir. Bu vəzni ilk dəfə 8-ci əsrdə ərəb alimi Xəlil İbn Əhməd sistemləşdirmişdi. O əruzun 15 dənə bəhrini sistemləşdiribdi. Deməli, əruz vəzni ərəb şeir vəznidir. Əruz şeir haqqında elmdir. Bu vəzni ilk dəfə 8-ci əsrdə ərəb alimi Xəlil İbn Əhməd sistemləşdirib. O əruzun 15 bəhrini sistemləşdiribdi. Uzun və qısa hecaların növbələşməsi, bax bunu yadınızda saxlayın. Uzun və qısa hecaların növbələşməsi, mütənasib sıralanması əruz vəzninin əsas tələbidir. Əruz vəznində misraların, hecaları sadəcə fərqli də ola bilər. Bu bərabərlik hecaların uzun və qısa tələffüz edilməsi hesabına ödənilir. Qısa heca adi saitlə bitən hecaya deyilir. Bax, qısa heca nədir? Adi saitlə bitən hecaya deyilir. Uzun heca isə ya samitlə ya da uzun saitlə bitən hecaya deyilir. Əruz vəznində 2 əsas prinsip var. Deməli, neçə prinsip var? 2 əsas prinsip var. Birinci heca prinsipi, ikinci bölgü prinsipi. Heca prinsipi uzun və qısa hecaların mütənasib sıralanmasını tələb eləyir. Əruzda bölgü təfilələr üzrə qurulur. Məsələn, məfailün, failətün, bax belə. Əruz vəznində bölgü zamanı bütöv söz prinsipi pozula bilər. Elm aləminə əruzun 19 dənə bəhri məlumdur. Azərbaycan şeirində bu bəhirlərin 11-dən istifadə edilmişdir. Ən çox, yəni Azərbaycan poeziyasında işlənən bəhirlər Həzəc və Rəməl bəhridir. Rəcəz bəhri isə ən az işlənən bəhirlərdəndir. Bax, Rəcəz ən az işlənən bəhirdir. Biz bu Rəcəzi keçdik. Rəcəzdə İmadəddin Nəsiminin Sığmazam qəzəlini keçdik ki, Rəcəz bəhrindədir. Azərbaycan poeziyasında əruzun Həzəc, Rəməl, Xəfif, Səri, Münsərif bəhirlərindən daha çox istifadə olunmuşdur. Lütfəni təmizləyim. Azərbaycanda klassik şeir nümunələrinin çoxu qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq bu vəzinlərdə yazılmışdır, yəni əruzda. Uzun heca imalə, qısa zihaf adlanır. Bir də təkrar edirəm. Uzun heca imalə, qısa zihaf adlanır. Həzəc nə deməkdir? Həzəc xoşa gələn avaz, gözəl səs, cəhcəh mənasına gəlir. Belə şeirlər üçün axıcılıq, rəvanlıq səciyyəvidir. Həzəc bəhrində yazılan əsərlər Şah İsmail Xətainin Dəhnamə poeması, Bahariyə keçmişik. Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəli, Leyli Məcnun poeması, bunda keçmişik. Məhəmməd Hadinin Türkün nəğməsi şeiri, Mirzə Ələkbər Sabirin Neylərdin ilahi satirası, Əkinçi satirası, bir də Nizami Gəncəvinin Leyli və Məcnun poeması Həzəc bəhrində yazılıb. Bunların hamısını dəftərinizə qeyd eləyərsiniz. Sonra Rəməl bəhrində yazılan əsərlər hansılardır? Rəməl ilk öncə deyək ki, ləngərlənə yerimək mənasını bildirir, yəni dalğalana. Bu əsərlərdə vüqarlıq, əzəmət, dalğınlıq da özünü göstərir. Məhəmməd Füzulinin söz qəzəli keçdik.
Seyid Əzim Şirvaninin Güş qıl əsəri, İmadəddin Nəsiminin Ağrımaz qəzəli, Rəməl bəhrində yazılan əsərlər bunlardır. İlk öncə Rəməl bir daha təkrar edirəm ki, ləngərlənə yerimək mənasını bildirir. Bu əsərlərdə vüqarlılıq, əzəmət, dalğınlıq özünü göstərir. Məhəmməd Füzulinin Söz qəzəli, Seyid Əzim Şirvaninin Güş qıl, İmadəddin Nəsiminin Ağrımaz qəzəli. Xəfif bəhrində yazılan əsərlər bunlardır. Gəlin onlardan danışaq. Xəfif, yüngül, zərif, incə mənasında işlənir. Deməli, yüngül, zərif, incə. Əsas xüsusiyyəti oynaqlıq, yüngüllükdür. Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab. X hərfindən yadınızda xəfif, x xitab saxlaya bilərsiniz. Səri bəhrində yazılan əsərlər bunlardır. Səri sürətli cəhd deməkdir. Bu bəhrdə yazılan şeirlər elə oxunur ki, sanki heca vəzninə bənzəyir. Bax, Səri bəhrində yazılan şeirlər elə oxunur ki, sanki heca vəzninə bənzəyir. Mirzə Rəhbər Sabirin Ağacların bəhsini buna nümunə göstərə bilərik. Sonra digər. Münsərif bəhrində yazılan əsərlər. Münsərif sözü axıcı mənasını bildirir. Bu bəhrdə yazılan şeirlər də öz axıcılığı və oynaqlığı ilə seçilir. Asan oxunur. Sabirin Oxutmuram Əlçəkin şeirini nümunə göstərə bilərik. Mücdəs bəhr. Mücdəs sözün mənası kəsilmiş, kökündən qoparılmış deməkdir. Bu bəhr xəfif bəhrindən kəsilib, götürülübdür. Xəfif bəhrindən kəsilib, düzəlibdir. Ona görə də belə adlanır. Cəfər Cabbarlının ana şeiri Mücdəs bəhrindədir. Rəcəz bəhrində yazılan əsərlər hansılardır? Ədəbiyyatımızda ən az işlənən bəhrdə dedik, əvvəldə də qeyd eləmişdim. Rəcəz döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeirdir. İmadəddin Nəsiminin Sığmazamı buna nümunə ola bilər. Gələk sərbəst şeirə. Misraların ölçüsü, hecaların sayı və qafiyələrin düzülüşü baxımından sərbəstlik olur bu vəzində. Belə şeirlərdə ahəng tarazlığı, vurğu və intonasiya olur. Sərbəst şeir deməli, ahəng tarazlığı, vurğu və intonasiya ilə düzəlir. Sərbəst şeirlərdə sözlər misralara ahəngdar şəkildə səpələnir. Belə şeirlərdə qafiyə də rast gəlinə bilər, amma şərt deyil ki, qafiyə olsun. Qafiyə ola da bilər, olmaya da bilər. Sərbəst şeirdə misraları həm dalbadal, həm də çarpaz qafiyələnir. Bu şeirlərdə heca vəzninin təsiri aydın duyulur. Yazılsa ki, sərbəst şeirdə hansı vəznin təsiri aydın duyulur? Bu heca vəznidir. Tələblər çox ciddi gözlənilir yazsa səhvdir. Tələblər çox ciddi şəkildə gözlənilmir əksinə. Sonra bu səpkidə yazılan şeirlərdə müəyyən ölçü özünü göstərir. Standart ölçüdən vəznin tələblərində kənara çıxsa da ahəng tarazlığı müəyyən qədər saxlanılır. Ahəng tarazlığı müəyyən qədər saxlanılır. Sərbəst şeirdə fərqli qafiyələnmə müəllifin niyyəti ilə bağlıdır. Yəni fikrin daha dolğun ifadəsinə xidmət eləyir. Son dövrlərdə meydana çıxıbdır. Sərbəst şeirə səpkili şeir də deyilir. Sərbəst şeir dedikdə qafiyələrdən tamamilə kənar şeir şəkli düşünülməməlidir. Sərbəst şeir müəllifdən çox şey tələb edir. Rəsul Rızanın sərbəst şeirləri məşhurdur. Sərbəst şeir formasında yazılan əsərlər bunlardır. Ənvər Əlibəylinin İlan və Qurbağa, Rəsul Rızanın Qızıl Gül Olmayaydı poeması, bir də Rəsul Rızanın Çınar Ömrü şeiri sərbəst şeir formasında yazılıb. Deməli, İlan və Qurbağa, Qızıl Gül Olmayaydı poeması Rəsul Rızanın,